Yarım ştat iş təklif edirik. Müəyyən məhsulları bəyənməklə gündəlik 90 manatdan 360 manata qədər gəlir əldə edə bilərsiniz. Son günlər istifadəçilərin Telegram hesablarına bu tip iş elanları göndərilir. Onlara müxtəlif qruplara üzv olmaqla və göndərilən linklərə keçid edərək bir neçə proseduru yerinə yetirməklə qazanc əldə etməyin mümkün olduğu vəd edilir. Lakin bu linklərə daxil olanların şəxsi məlumatları ələ keçirilir və hətta maddi zərərə məruz qalırlar. Telegramda məni qrupa əlavə etmişdilər. Orada yazılmışdı ki, 360 manata kimi maaş əldə etmək olar. Mən də maraqlı gəldi açığı. Elə göndərdikləri linkə daxil oldum. Həmin dəqiqə, yəni Telegram hesabıma uğradılar da, telefonum da dondu. Sən demə tək mən deyilmişəm də, bir-iki tanışım da. Onlar da keçib bu linklərdən, elə həmin dəqiqə bank kartlarının adını oğurlayıblar. Onlara tez kartlarını blok ediblər. İnformasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssis Bəxtiyar Həsənovun sözlərinə görə, Telegram kanalları üzərindən iş təklifləri dələduzluq məqsədi ilə edilir. Həmin şəxslər özlərini böyük şirkətlərin nümayəndələri kimi təqdim edirlər və insanları tora salırlar. Əgər qarşılaşdığınız hər hansısa bir messengerdən gələn mesaj varsa, bura WhatsApp, Telegram və yaxud da Facebookdan gəlmiş hər hansısa bir mesaj ola bilər və bu gələn mesajlar özlərinin böyük şirkətlərdən təmsilçi olduğunu qeyd edirsə, siz yenə də hər hansı bir phishing halı ilə qarşı-qarşıyasınız və ilk növbədə burada siz məsələn müəyyən iş elanlarının təkliflərini və s. görə bilərsiniz. Həmin mesajların daxilində də xüsusi linklərdən istifadə olunur. Hər hansısa bir tanımadığınız mənbədən sizə link gəlibsə, qətiyyətlə həmin linkə tıklamamağınız lazımdır. Çünki qarşılaşa biləcəyiniz hər hansı bir mənəvi və yaxud da maddi çətinlik zamanı bunu həll etməyiniz bir o qədər çətin olacaq. Çünki qarşı tərəfdəki bu halı həyata keçirən şəxslər belə əksər hallarda bu ölkədən olmurlar. Bəxtiyar Həsənov bildirir ki, belə qrupların mesaj bölmələri də üzvlərə bağlı olur. Bunun da səbəbi ondan ibarətdir ki, bu kimi çətinliklərlə qarşılaşan insanlar, məsələn, iş təklifini qəbul etmiş və onu həyata keçirdikdən sonra tutalım hər hansı bir məvacib əldə edəcəyini düşünən insanlara qarşı bu kanallara siz mesajlar göndərə bilmirsiniz. Niyə? Çünki sizin göndərdiyiniz mesajlar onları bir cür ifşa edəcək və belə deyək, həmin bu phishingi və yaxud da öz belə deyək, dırnaqarası hacking həyata keçirmək istəyən şəxslərin öz proseslərini həyata keçirməsini çətinləşdirən bir nəticə gətirib çıxaracaqdır. Mütəxəssis qeyd edir ki, onlayn iş sektorunda hər hansı bir işdə çalışmaq istəyənlər əvvəlcə şirkətin nə qədər etibarlı olduğunu araşdırmalıdırlar. Yalnız əmin olduqdan sonra həmin təklifləri dəyərləndirmək haqqında düşünə bilərlər. Mövzu ilə bağlı Daxili İşlər Nazirliyindən isə bildirilib ki, internet resurslarında əlavə gəlir adı altında paylaşımlar edərək, vətəndaşları aldadıb onların maddi vəsaitini ələ keçirməyə cəhd edən şəxslərə qarşı tədbirlər davam etdirilir. Polis əməkdaşları tərəfindən qeyd edilən hüquqazit hallarla bağlı mütəmadi olaraq əməliyyat texniki tədbirlər həyata keçirilir və həmin səhifələri idarə edən şəxslər saxlanılaraq barələrində məsuliyyət tədbirləri görülür. Qurum rəsmisi vətəndaşlara internet üzərindən edilən cəlbedici təkliflərə qarşı diqqətli olmağı və şəxsi məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edir. İlham Əkəliyeva, Xəbər Ertəsi.